Salam yoldaşlar, xoş görürük hər birinizi. Deməli, bu gün sizlə DİM-in özünün təqdim etdiyi 20 variantlı sınaqdan ədəbiyyat sınağına baxacağıq. Deməli, yəqin ki, baxıb nəzər salmısınız. 10 dənə mövzu sınağıdır, 10 dənə ümumi sınaqdır. Bu gün ilk olaraq birinci mövzu sınağını çəkməyə başlayacağam. Bunun davamının gəlib-gəlməyi artıq sizdən verəcəyiniz reaksiyadan asılıdır. Yəni normal reaksiya gəlsə, normal baxış gəlsə, tələbat olsa, təbii ki, davamını da izahın çəkmiş olacağam. Həm mövzuların, həm də ümumilərin. Hətta Azərbaycan dilinin də izahını istəsəz, onu da şərt bölümlərində qeyd edə bilərsiniz. Azərbaycan dilində izahını çəkmiş olaraq sizlər üçün. Deməli belə, başlayaq. İlk mövzu sınağı şifahi xalq ədəbiyyatındandır. Xan Sarayı əfsanəsi ilə bağlı doğru fikirləri bizdən soruşacaq. Usta xanın qabağında sözünü deməkdən çəkinmir. Bu təbii ki, doğru bir fikirdir. Ustanın cəsarətli olması ilə biz görürük, bir doğru olacaq. Usta sarayı tikərkən əməyinin qiymətləndiriləcəyinə inanırdı. Bəli, onun üçün elə sarayı tikmişdi. İki də doğru olmuş olacaq. Xan vəd etdiyi qızları vermədiyi üçün usta narazı qalır. Baxın, əslində xan vəd etdiyini verir. Burada bir problem yoxdur. 3 yanlışdır. Xan ustaya zərər verdiyi üçün peşman olur. Xeyr, peşman olmur. Belə deyək, dilin kəsmədiyi üçün peşman olur. Yəni, peşmançılığın səbəbi oydu. 4-də çıxırıq. Usta xanın tamahkarlığının qurbanı deməyək. Sadəcə xan ustaya sual verir ki, başqasının bundan daha gözəlini tikə bilərsənmi? Usta da cavab verir ki, daha çox haqq versələr tikə bilərəm. Bunun cavabı olacaq 1 və 2. Yəni A variantı. Ağıllı uşaq nağılındakı Əhməd obrazla bağlı doğru fikri bizdən soruşur. Məqsədinə çatmaq üçün hər yola baş vurur, ancaq yalan danışmır. Çobanla söhbətində görürük ki, yalan danışır. Çobanla o sual verəndə ki, sən bura adamına oxşamırsan, o cavab verir ki, xeyr, sadəcə nənəm mənə çölə çıxmağa çox imkan vermir. Onun üçün orada yalan danışmış olacaq. A əslində yanlış fikirdir. Bacarığı tədbirlə kəndi xilas edir. B doğru olacaq. Nənəsi Əhmədə qoca ilə görüşməyi məsləhət görür. Baxın, nənəsi məsləhət görmür. Sadəcə Əhməd özü soruşur ki, bu kənddə başqa bir qoca qalıbmı? Yəni Əhməd özü soruşur. Nənəsi buna məsləhət görmür. Onun üçün C yanlış olacaq. Əhməd yardımsevər olduğu üçün qocanın arvadına. Baxın, burada qocanın arvadı deyil, qocanın bacısıdır. Onun üçün D də yanlışdır. Şahın verdiyi bütün sualların cavabını özü, xeyr, bütün sualların cavabını özü tapmır. Dəvə məsələsinin, eyni zamanda alma məsələsinin ona qoca demişdi. Onun üçün E də yanlış olmuş olacaq. Düzgün cavabımız olacaq B. Digər suala nəzər salaq. Nümunəyə əsaslanaraq klasteri hansı fikirlərlə tamamlamaq mümkündür? İlk olaraq klasterin yazılma qaydasını təbii ki, bilirsiniz. Bir də təkrarlayaq. Klasterdə ilk fikir əgər doğru fikirdirsə, biz doğru olaraq davam etdiririk. Yanlış fikirdirsə, yanlış olaraq davam etdiririk. Zülf töküb üzə dilbər, çıxıbdı düzə dilbər. Duvaq salın üzünə, gəlməsin gözə dilbər. Görürsünüz, mərasim nəğməsidir. Yəni, ilk fikir doğrudur. Demək, biz bunu doğru olaraq davam etdirməliyik. Aha. Mahnılarda olduğu kimi özünə məxsus musiqi havası var. Xeyr, bu özünə məxsus musiqi havasının olmasın elə mahnıları nəğmələrdən fərqləndirən bir xüsusiyyətdir. Onun üçün bir yanlış olmuş olacaq. Xalqın adət-ənənələrlə bağlı olan nümunə əcdadlarımız tərəfindən ifa edilmişdir. 2 doğru fikirdir. 2-ni götürəcəyik. Şifahi xalq ədəbiyyatının ən qədim nəğmələrinə aiddir. Şifahi xalq ədəbiyyatının ən qədim nəğmələri holavarlar və sayac sözlərdir. Onun üçün bu yanlış fikirdir. 7 hecalıdır. Qafiyə quruluşu A, B-A formasındadır. Deməli, üzə A, düzə A, B, A. Görürsünüz, qafiyə quruluşu eynidir. Hecaları sayısız hər misrada 7 hecası var. Onun üçün 4-də doğrudur. Nümunədə xalqın ruhu, kədəri, baxın, bu kədər sözünə görə yanlış olmamış olacaq. Çünki bu toy nəğməsidir. Burada kədər olmur. Kədər yas nəğməsində, yəni ağlarda olmuş olacaq. Düzgün cavabımız 2 və 4, yəni D variantı. Digər suala nəzər salaq. Nümunə ilə bağlı düzgün fikirləri müəyyənləşdirin. Dedim könül, durma dağ zirvəsində. Bir gün düçar edər, nə qara səni. Dilin çatmaz nə bir elə obaya, bürüyər nə ağ gün, nə qara səni. Aha. Burada baxın, ilk olaraq diqqətimizi çəkən cinas qafiyələri olmalıdır və rahat deyə bilərik ki, cinas qafiyə varsa, deməli bu
təcnis janrında yazılmış olacaq. Anafora, epifora, bu səni sözləri burada sizi çarıxdırmasın. Görürsünüz, qafiyədən sonra cəbdəyə buna epifora deyə bilmərsiniz. Ümumiyyətlə heç burada anaforamız yoxdur. Onun üçün A yanlış olmuş olacaq. Qıfılbəndə aiddir. Qıfılbənd deyil. B də yanlışdır. Görürsünüz cins qafiyələri. İnversiyadan istifadə edilməyib. Bir gün düçar edər. Görürsünüz, xəbər əvvələ keçib. Deməli, inversiya var. Cinas qafiyədən istifadə edilib. Cinas qafiyəni ilə ilk olaraq altından xətt çəkmişik. D düzgün cavabımızdır. İkinci misrada təşbih var. Bir gün düçar edər. Nə qara səni. Heç bir təşbihə aid nümunəmiz yoxdur. Onun üçün düzgün cavabımız olacaq elə D variantı. Aha, bir saniyə deyəsəm. Səhv yazdıq variantı. D variantı. Digər suala baxaq. Aha. Dastan janrı ilə bağlı doğru fikirləri bizdən istəyəcək. Şah İsmayıl, Aşıq Qərəb kimi dastanlarda bir-birini sevən gənclərin dözüm, sədaqət və cəsarət sayəsində qovuşmasından bəhs edir. Bəli, bilirik ki, hər ikisi məhəbbət dastanıdır. Bir doğru olmuş olacaq. Məhəbbət dastanının sonu əsasən cahannamə ilə bitir. Xeyr, məhəbbət dastanının sonu normalda duvaq qapma ilə bitir. Sadəcə hansı məhəbbət dastanını mənfi sonluqla bitirsə, yəni bədmin sonluqla bitirsə, o zaman duvaq qapma yox, cahannamə olmuş olacaq. Onun üçün 2 yanlışdır. Məhəbbət dastanları ustadnamə ilə başlayır. Bəli, doğrudur. Ustadnamə ilə başlayacaq. Və baxın, diqqətli olun, məhəbbət dastanları ustadnamə ilə başlayır. Yəni, bəzən bu fikri qəhrəmanlıq dastanına aid edilir. Bu yanlış olmuş olacaq. Dastanda yalnız epik növü xüsusiyyətləri əks olunur. Bilirsiniz ki, dastanda epik təkəyən lirik təqdimat vəhdətdə verilir. Onun üçün 4 yanlışdır. Yəni, burada lirik növündə ünsürlərini görə bilərik. Necə görə bilərik? Orada şeir nümunələri var. Məsələn, qoşması var, cəraylısı var və s. Məhəbbət dastanlarına qəhrəmanlıq motivinə yer verilə bilər. Baxın, məhəbbət dastanında qəhrəmanlığa, eyni zamanda qəhrəmanlıq dastanında məhəbbət motivinə yer verilə bilər. Tam əminliklə bunu deyə bilərsiniz. Onun üçün düzgün cavabımız olacaq 1, 3, 5, yəni A variantı. Digər suala baxaq. Cədvəldə qeyd edilmiş nağıllarla bağlı doğru fikirləri bizdən soruşacaq. Ağıllı uşaq. Əhməd xanın ən sevimli heyvanın keçi olduğunu onun özündən öyrənir. Xeyr, çobandan öyrənmiş olacaq. Bir yanlışdır. Əsərin ideyası ağıl yaşda deyil, başdadır. Atalar sözlə səsləşir. Bəli, səsləşə bilər. 2-ni götürürük. Əsərdə Əhməd ağıllı məsləhətdən yararlanır. Bəli, ağıllı uşaq da qocanın məsləhətindən yararlanmış olacaq. 3-ü seçirik. Digər nağıla baxaq. Dəyərli şagird Əhmədə baxaq. Əhməd gördüyü yuxunu zindanda Pəri Sultana danışacaqmı? Xeyr, danışmayacaq. Bütün suallara cavab verilsə də Şah Abbasın ölkəsi Frank padşahının hücumundan məruz qalır. Xeyr, hücumdan xilas olur. Yanlış fikirdir. Əhməd ən sonunda yuxusunu şaha danışmış olacaq. Bəli, bu doğru fikirdir. Onun üçün altını da seçirik. Cavabımız olacaq 2, 3, 6. Daha çox məzmun sualdır. Yəni, verilən fikirlərin hər birin məzmununda görə bilərik. Nəzər salsaq təkrar. Caharca əfsanəsi ilə bağlı yanlışı bizdən soruşmuş olacaq. Karvandakı insanlar alimin arxasınca gələnləri cəzalandırırlar. Baxın, əslində cəzalandırmırlar. Bir yanlış olacaq. Sadəcə orada alim insanlardan, yəni karvandaşlardan xahiş edir ki, icazə versin. O, belə deyək də, zınqrovlardan bir ecazkar səs yaradır. Elə əfsanə janrına uyğun olaraq. Və həmin səsdən, belə deyək də, etkilənən adamlar geri qayıdır. Yəni, əslində cəzalandırılmır. Bir yanlış olmuş olacaq. Qüruru və xudbinliyi hökmdara alimin niyyətini başa düşməyə imkan vermir. Bu doğru fikirdir. Bizim doğrularla işimiz yoxdur təbii ki. Yanlışları seçməliyik. Əsərdə xalqın elm adamlarına olan laqeyd münasibəti, xeyr, laqeyd deyil. Əsər ağıl sahiblərinin güc sahibləri qarşısındakı məğlubiyyətini göstərir. Əslində, ilk olaraq vizual baxımda doğru fikir oxşur, amma baxın, deyir ki, ağıl sahibləri güc sahibləri qarşısında məğlub olur. Bu, təbii ki, yanlış fikirdir. Əksi olmalıdır. Güc sahibləri ağıl sahiblərinin qarşısında məğlub olmuş olacaq. Elmin gücü yıxar bürcatlılar söz əsərin ideyasıyla səsləşir. Bu da səslənmiş olacaq, səsləşmiş olacaq. Yanlış cavablarımız nədir? 1-i götürmüşük. 3-ü götürək və 4-ü götürək. Düzgün cavabımız olsun A variantı. Növbəti suala baxaq.
Venn diaqramdakı doğru fikri bizdən soruşur. Əfsanə və rəvayətin müqayisəsini deyir. Möcüzəli ağlasığmaz hadisələrdən söz açılır. Bəli, söhbət əfsanələrdən gedir. Bir doğru olmuş olacaq. Müəyyən bir hadisə və əhvalat danışmaq, nağıl etmək yolla təsvir olunur. Bu ümumiyyətlə bunların aid olduğu növün, epik növün xüsusiyyətidir. Düz fikirli sadəcə ortada olmalıdır. Yəni hər ikisinə aiddir. Onun üçün götürmürük. Əfsanəvi şəxsiyyətlərin həyatı ilə bağlı şəxs həyatı rəvayətdədir, əfsanədə deyil. Üç ortada olmamalıdır. Şifahi xalq ədəbiyyatının epik növünə aiddir. 4 doğru fikirdir. Hər ikisinə aid olduğu üçün ortada verilib. Real həyat hadisələri zəmində yaranır. Bəli, rəvayətdə əfsanəyə nisbətən reallıq olur. İnsan xarakterində və əməllərində müşahidə olunan nöqsanlar tənqid olunur. Bu heç birinə aid deyil. Bu lətifəyə aiddir. Onun üçün düzgün cavabımız olacaq 1, 4, 5, yəni E variantı. Digər suala nəzər salaq. Məişət və mərasim nəğmələri üçün ortağı bizdən soruşur. Aha. Baxın, mərasim nəğmələri bilirsiniz, toy və yas nəğmələridir. Məişət nəğmələri bilirsiniz, laylə və oxşamalardır. 4 misra olan və hər misrası 7 hecədən ibarət olan nümunələr var. Bu doğru fikri ortaq olaraq götürə bilərik. Müxtəlif mövsümlərlə bağlı, baxın, heç bir mövsüm nəğməsi deyil, ümumiyyətlə 2 yanlış olacaq. İkilik, dörtlük şəklində olmaq sırf oxşamalara aid bir fikirdir. Onun üçün ortaq götürə bilmərsiniz. Şifahi xalq ədəbiyyatının lirik növünə aiddir. Bəli, 4 də doğrudur. Götürə bilərsiniz. Cavabımız olacaq B variantı. Dastan janrına aid olan fikirləri müəyyən edin. Epik, təhkə, lirik təqdimat vəhdətdə olur. Bəli, bir doğrudur. Məhəbbət dastanlarında qəhrəmanlıq motivinə yer verilmir. Xeyr, biraz əvvəl dedim. Məhəbbət dastanlarında qəhrəmanlıq motivi ola bilər. Eyni zamanda əksisi də ola bilər. Qəhrəmanlıq dastanları ustadnamə ilə başlayıb duvaq qalxma ilə bitir. Bayaq bu məqamda demişəm sizə. Ustadnamə ilə başlayan qəhrəmanlıq yox, məhəbbət dastanları olmalıdır. Məhəbbət dastanlarında sevgililər qovuşa bilməyəndə dastanın sonunda cahannamə söylənilir. Bunu da biraz əvvəlki sualda demişdik. 4də doğrudur. Şah İsmayıl dastanının qəhrəmanlıq dastanına qəhrəmanlıq deyil, məhəbbət dastanıdır. 5 yanlışdır. Düzgün cavabımız 1 və 4, yəni A variantı olmuş olacaq. Nöqtələrin yerinə yazıla bilməz. Qoşma və gəraylı aşıq şeirin ən geniş yayılmış növləridir. Bu doğru fikirdir. Təcnis 11 hecalı şeir janrıdır. Doğru fikirdir. Gəraylının qafiyə quruluşu eynidir. Doğru fikirdir. Gəraylıda dastanlara geniş istifadə olunur. Doğru fikirdir. Rübai daha çox lirik məzmun daşıyır. Daşımağına yalnız aşiqanə, xeyr, rübaidə ictimai siyasi mövzulara toxuna bilər. Onun üçün elə düzgün cavabımız olacaq E variantı. Digər suala baxaq. Cədvəldə qarşısında rəqəmlər yazılmış hansı fikirlərin yeri dəyişdirilsə, yol verilmiş yanlışlıq aradan qalxar. Deməli, xalq oyunlarına və xalq tamaşalarına aid fikirlərdir. Yəqin ki, xalq oyunlarına aid fikirlərin içərisində tamaşalara aid fikir var. Tamaşalara aid fikirlərin içərisində oyunlara aid fikirlər var. Biz bunların yerini dəyişməliyik. Oturaq hərəkəti olmaqla 2 yerə bölünür. Söhbət oyundan gedir. Bir doğru fikirdir. Əkəndə yox, biçəndə yox, yəndə orta qırış. Bilirsiniz ki, bu tamaşadır, oyun deyil. Yəni, bunu oyunların içərisində verilməsi düzgün deyil. İkini seçirik. Dəsmalı və xəndəyə düşmək əşyalardan istifadə olunur. Çünki mütəhərrik, yəni hərəkətli oyundur. Hərəkətli oyunlarda əşyalardan istifadə olunacaq. 3 də doğrudur. Xalq tamaşaları. Uşaq orqanizminin hərəkətə fəaliyyəti olan ehtiyacından yaranan tamaşa deyil, oyundur. Xalq tamaşaları meydan tamaşaları da deyilir. Doğru fikirdir. Bundan işimiz yoxdur. 2 ilə 4-ün yeri dəyişdirilsə düz olur. Cavabımız olacaq A variantı. Digər suala baxaq. Nəğmələrlə bağlı hansı fikirlər doğrudur? Qod-qodu nəğməsi uzun zaman yağan yağışın kəsməsi üçün oxunan mövsüm nəğməsidir. Bəli, müxtəlif mövsümlərdə oxunacaq. Bir doğru fikirdir. Cütçü öz ağır əməyini yüngülləşdirmək üçün sayacı. Baxın, cütçü sayacı yox, holavardan istifadə eləyəcək. Cütçü, belə deyək də, sayacı qoyunçuluqla bağlı nəğmədir. 2 yanlışdır. Məişət nəğmələri 2 növə bölünür. Toy və yas nəğmələri. Baxın, toy və yas, toy mərasimi olur, yas mərasimi olur. Bunlar məişət nəğməsi deyil. Məişət nəğməsi laylənin oxşamadır. 3 də yanlışdır. Qəhrəmanlıq nəğmələrində xalq qəhrəmanı tərifləyir, əzm, mətanət nümayiş etdirməyə səsləyir. Təbii ki, bu doğru fikirdir. Nəğmələrin özünə məxsus melodiyası yoxdur. Bəli, nəğmələrin özünə məxsus melodiyası yoxdur. Özünə məxsus melodiyası olan mahnılardır. Düzgün cavabımız olacaq 1, 4, 5, yəni E variantı. Digər suala baxaq. Dərzi şagird Əhməd və Ağıllı uşaq nağılları üçün ortaq. Dərzi şagird Əhməd, Ağıllı uşaq. Baş qəhrəman ağıllı və iradəlidir.
Bəli, deyə bilərik. Hər ikisi ağıllı və iradəlidir. Elə A olsun cavabımız. Digərlərinə baxaq. Baş qəhrəman hədəfinə çatmaq üçün sehrli qüvvələrdən. Baxın, dərzi şagirdi Əhməd və yaxud elə olsun ağıllı uşaq. Bu məişət nəğməsidir. Daha doğrusu məişət nağılıdır. Burada sehrli qüvvə ola bilməz. B yanlışdır. Hökmdar ziddiyyətli obraz kimi yadda qalır. Hökmdar ziddiyyətli obraz. Məsələn, dərzi şagirdi Əhməddə hökmdarın ziddiyyətini görə bilərikmi biz? Görə bilmərik. C yanlışdır. Baş qəhrəman təcrübəsiz olsa da böyüklərdən məsləhət alır. Böyükdən məsləhət almaq ağıllı uşağa aiddir. Dərzi şagird Əhmədə aid deyil. Baş qəhrəman sevdiyi qız kömək eləyir. Ağıllı uşaqda sevdiyi qız məsələsi yoxdur. Düzgün cavabımız olacaq A variantı. Eyler-Venn diaqramına əsasən uyğun fikirləri bizdən soruşur. Atalar sözü və məsələlər. Müəyyən əhvalatla bağlı olan, bilirsiniz, müəyyən əhvalatla bağlı olduğu üçün əlavə izahı var. Bu qayda məsələlərə aiddir. Onun üçün 2-ni yazırsınız A variantına. Fikrini ümumiləşdirilmiş bitkin şəkildə ifadə edir. Ümumiləşmiş bitkində onun üçün əlavə izaha ehtiyac yoxdur. Bu da atalar sözü məsələlərini fərqləndirən bir xüsusiyyətdir. B-ni yazın 1-ə. Fikrin üstörtülü şəkildə ifadəsi, üstörtülü şəkildə ifadə bu tapmacaya gedəcək. Tapmaca, yəni heç birinə aid deyil. Xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir hər ikisi. Müdrik söz, qanadlı sözlər hər ikisinə aid olmuş olacaq. Düzgün cavab 1B, 2A, 3D, yəni A variantı. 16. Şifahi xalq ədəbiyyatının janrlarına əsasən uyğunluğu müəyyənləşdirin. Deməli, bilirsiniz ki, Nuh Peyğəmbər, Astiaq, Tomris, yəni görürsünüz, Astiaq, Nuh Peyğəmbər, yəni B ilə E olacaq rəvayətə aid. Sonra, bilirsiniz, ağıllı uşaq nağıldır, C-ni də yazım nağıla. Nə qaldı? Səməndər quşu əfsanədir. Eyni zamanda Xan Sarayda əfsanədir. Testin düzgün cavabı 1BE, 2AD, 3C, yəni A variantı. Digər suala baxaq. Cədvələ əsasən Caharca əfsanəsi ilə bağlı doğru fikir. Hökmdarın ətrafdaşlara münasibəti, ətrafındaşların hökmdara münasibəti. Deməli, belə. Qürur və xudbinliyi hökmdara alimin niyyətini başa düşməyə imkan vermir. Bu doğru fikirdir. Alimin ətrafındaşlara münasibəti. Daha doğrusu hökmdarın ətrafındaşlara münasibətidir. Elm və alimə qiymət verməyi bacarmayan şah alimi xalqın gözündən salmağa çalışır. Burada təbii ki, hökmdarın ətrafdaşlara, yəni alimə qarşı olan fikirdir. Xeyirxah işləri ilə xeyirxah işləri yoxdur. 3 yanlışdır. Ətrafındaşların hökmdara münasibəti. Xalqın hökmdara olan münasibətində qərəzli bir şey yoxdur. Bəli, doğru fikirdir. Xalqın ona məhəbbəti ədalətə və qələbə qazanmasına, ədalət söhbətinə görə bu yanlışdır. Xalq arasında yaşamağı sarayda yaşamaqdan üstün tutur. Bu ətrafındaşların hökmdara münasibəti deyə bilmərik də. Xalq arasında yaşamağı sarayda yaşamaqdan üstün tutur. Bu sadəcə oradakı alimin öz şəxsi bir fikridir, yəni. Altında çıxırıq. Düzgün cavabımız 1, 2, 4, yəni E variantı olmuş olacaq. Digər suala baxaq. Nağıl janrla bağlı yanlışı bizdən soruşur. Bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Bəli, bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Nağıl qəhrəmanı ideallaşdırılır. Müsbət qüvvələrin, mütləq ideyaların qələbəsi ilə sona çatır. Bu xüsusiyyətlər nağılları birləşdirən ümumi cəhətlərdir. Bir doğru fikirdir. Bizdən yanlışı soruşur. Birlə işimiz yoxdur. 3 yerə bölünür. Heyvanlar haqqında nağıllar, sehrli nağıllar, məişət nağılları. Bu da doğru fikirdir. Məişət nağıllarında bəzən müsbət qəhrəman qeyri-real xeyirxah qüvvələrə kömək edir. Bu sehrli nağıllara aiddir. Məişət nağıllarına aid ola bilməz. 3 yanlışdır. 3-ü götürək. Nağıllar qədim dövrdən bu günümüzə yazılı yox şifahi formaya çatıb. 4-də yanlışdır. Məişət nağıllarında real hadisələrin təsviri aparıcı yer tutur. Doğru fikirdir. Testin düzgün cavabı olmuş olacaq. 3 və 4, yəni E variantı. Digər suala baxaq. Yanıltmaz janrla bağlı hansı fikir doğrudur? Səs oyunu üzərində qurulmuşdur. Bu təbii ki, doğrudur. Fikrin üstörtülü ifadəsi bu tapmacaya aiddir. Yumoristik məzmuna malik olur. Yanıltması yumoristik məzmun var. 3 də doğrudur. Yumorla yanaşı satira olmayacaq. Yanlış fikirdir. Yalnız nitqi inkişaf etdirir. Bu da yanlış fikirdir. Cavab olacaq 1 və 3, yəni C variantı. Nümunə ilə bağlı doğru fikri bizdən soruşur. Səyyah dəryalarda alar çəngələ, həsrət çəkər çingələ, çəngələ.
Əzrail sinəni çəkər çəngələ, qəssab qəş eyləyər, ay ağa, ağa. Baxaq, doğru fikirlər bizdən soruşur. İnversiyadan istifadə olunub. Alar, görürsünüz, xəbər keçib əvvələ inversiya var, bir doğrudur. Təzadlıq bir şey görmədik, iki yanlışdır. Təkrir işlənmişdi, bəli, ağa, ağa sözləri təkrirdir. Məhəbbət mövzusundadır, xeyr, məhəbbət mövzusu deyil, məhəbbət aid bir şey görmədik. Qafiyə quruluşu qoşmadakı kimidir. Deməli, A, B, A formasında qafiyə necə? Bəli, bu da doğru fikirdir. Düzgün cavab olur. 1, 3, 5, yəni D variantı. Digər suala nəzər salaq. Aşıq ərazılarla bağlı hansı fikir doğrudur? Qoşma, gəraylı, bayatı aşıqların ən çox müraciət etdiyi janrlardandır. Bəli, elə bu doğru fikir olmuş olacaq. Aşıq ərazıların bütün ədəbi növlərə aid nümunələri var. Xeyr, dramatik növdə təsadüf olunmayacaq. Yanlışdır. Abbas Tufarqanlı, Aşıq Şəmşir, bunlar bilirsiniz, yaradıcı aşıqlardan, amma bura ifaçı yazılıb, onun üçün yanlışdır. Gəraylı qafiyə quruluşu qoşmanın fərqlidir, fərqlənmir, eyni olacaq. Dövrümüzdə bu sənətlə məşğul olanlara Dədə, Ozan varsaq, dövrümüzdə yox, qədimdən məşğul olanlara belə adlandırılırdılar. E də yanlışdır, testin düzgün cavabı A variantı olmuş olacaq. Digər suala nəzər salaq. Dərzi şagirdi Əhməd nağlındakı Əhməd obrazla bağlı yanlışı bizdən soruşur. Hər sualı açmağın qarşılığında padişahdan bir tələbi olur, doğru fikirdir. Yuxudan oyatdığı üçün ustasına etirazını bildirir, bu da doğru fikirdir. Birinci suala cavab verdikdən sonra azadlığa buraxılmır, doğru fikirdir. Yuxusu Çin olmadan onu kiməsə danışmır, bəli, yuxusu Çin olan vaxtı, yuxu gördüyü vaxtı şah gəlir və elə həmin vaxtda ona danışır. Şah Abbas, yəni belə çıxır ki, yuxusu Çin olandan sonra danışır. Şah Abbas onun qızı ilə ailə qurmasına əvvəldən razı idi, xeyr, əvvəldən razı deyil. Düzgün cavabımız olacaq E variantı. Xan Sarayı və Cahargah əfsanəsi ilə bağlı aid bizdən ortaq məqamları soruşur. Şifahi xalq ədəbiyyatı nümunəsidir, bir doğrudur. Əsas qəhrəman ustadır. Baxaq, Cahargah əfsanəsində alimdir, usta deyil, onun üçün 2 yanlışdır. Zülümkar ölkə başçısı təsvir olunub. Aha, deməli, baxaq görək, zülümkar ölkə başçısı varmı? Bəli, Cahargah əfsanəsində də var, Xan Sarayında da var, 3 doğru fikirdir. Vəzir sürəti yaradılıb. Aha, vəzir sürəti varmı? Ümumiyyətlə, bu Xan Sarayında heç vəzirin adı çəkilməyəcək, 4 ortaq deyə bilmərik. Baş qəhrəman məğlub olur, Cahargah əfsanəsində qalib gəlir. Xan Sarayında da hətta belə deyək ki, bir mənən bir qələbə çalmış kimi də olur. Onun üçün 5 də yanlışdır, məğlub sözünə görə düzgün cavabımız olacaq 1 və 3. Nümunə ilə bağlı doğru fikir bizdən soruşur. Fürsət əldəykən yaxşılıq elə. Həmişə əlində ixtiyar olmaz. Gəl güvənmə dövlətinə, malına, mala, mülkə, ömrə etibar olmaz. Deməli, olmaz sözlərinin əvvəlinə baxırıq. İxtiyar, etibar, natamam qafiyədir. Bir bir hecası qafiyələnir. Onun üçün natamam saya bilərik. Biri götürürük. Cinas qafiyə deyil, 2 yanlışdır. Lirik növdə heca vəznindədir, doğru fikirdir. Qafiyə quruluşu gəraylıdan fərqlənirmi? Qafiyə quruluşu gəraylıdan fərqlənməyəcək. Onun üçün 4 yanlışdır. Nəsrətimiz məzmunludur. Bəli, görürsünüz, deyir, yaxşılıq elə, güvənməmalına. Onun üçün testin düzgün cavabı olmuş olacaq. 1, 3, 5. Lətifələrə aid xüsusiyyətlərdir, bizdən soruşur. Yalnız yumordan istifadə olunmuş olacaq. Baxaq. Lətifədə yumorla yanaşı satira da ola bilər. Onun üçün bir yanlış fikirdir. Cəmiyyət və məişət həyatında olan qüsurlar tənqid olunur, 2 doğrudur. Xalq arasında yalnız Molla Nəsrəddin adı ilə bağlı lətifələr geniş gəlib. Xeyr, Bəhlul Danəndərin adı ilə bağlı olan lətifələr də var. Onun üçün üstə yanlışdır. Lətifələrdəki gülüşün növləri komediya janrındakı gülüşlə səsləşir. Hər ikisində satira ola bilər, yumor ola bilər. 4 doğrudur. Sonluğu bəzən xalq arasında məsələ kimi işlənir. Bəli, bu da doğru fikirdir. Hətta bu sual formasında istifadə olunur. Deyir ki, bir janr başqa bir janrın sonluğu, yekunu, məntiqi davamı kimi meydana çıxa bilərmi? Bəli, çıxa bilər. Görürsünüz, lətifələrin sonluğu bəzən məsəl kimi səslənə bilər. Testin düzgün cavabı 1, daha doğrusu 2, 4 və 5 olmuş olacaq. Digər suala baxaq. Ağıllı uşaq nağılı ilə bağlı doğru fikirlər bizdən soruşur. Xanın tapşırığını kəndə vəzir çatdırır. Xeyr, vəzir çatdırmayacaq, çapar çatdıracaq. Bir yanlışdır. Xanın xoşladığı heyvan keçi idi. Bəli, bunu çobandan öyrənmiş olacaq. 2 doğrudur. Əhməd öz ağlı, bacarığı və tədbiri ilə kəndi xilas edir.
Bəli, doğru fikir olmuş olacaq. Almaların sirrini Əhməd özü tapmamışdı, ona qoca demişdi, yanlışdır. Xan məsləhətçisinin təklifindən sonra kəndi ələ keçirmək üçün hiləyə əl atır. 5 də doğru fikirdir. 26-cı sualın cavabı olacaq 2, 3 və 5. Aha, digər suala baxaq. Cahargah əfsanəsinin qəhrəmanları ilə bağlı uyğunluğu bizdən soruşur. Saray həyatının qiymətləndirilməməsini nankorluq hesab edir. Təbii ki, alim, daha doğrusu hökmdar nankorluq hesab edəcək. Qiymətləndirməyən alimdir. Nankorluq hesab edir hökmdar. Xalq arasında böyük hörmətə malikdir alim. Ölkəni tərk etmək məcburiyyətində qalır alim. Ona tabi olmayana qarşı qərəzli mövqe tutur hökmdar. Daha sonra əməyi dəyərləndirir. Bu heç bir nail olmayacaq. Onun üçün 27-ci sualın düzgün cavabı 1BC, 2AD. Aha. Baxaq bizim situasiya tipli tapşırığımıza. Deməli, mən oxumuşam bunu, siz də oxuyub cavablandırarsınız. Deməli, belə. Nə yaza bilər 28-ci suala? Bizdən deyir ki, Daşdəmirin nağılı əsərindəki Daşdəmir və Dərzi şagirdi Əhməd nağılındakı Əhməd obrazlarının xarakterindəki oxşar cəhətləri yazın. Məsələn, iradəli yaza bilərsiniz. İradəli. Daha sonra cəsarətli yaza bilərsiniz, məsələn. Cəsarətli. Daha sonra nə yaza bilərsiniz? Məsələn, qorxmaz yaza bilərsiniz. Qorxmaz yaza bilərsiniz. Və s. yaza bilərsiniz. Digər bizdən nəyi soruşacaq? Forma və janr xüsusiyyətlərlə bağlı cədvəli tamamlayın deyir. Daşdəmirin nağılı, Xan Sarayı nağılı. Bilirsiniz ki, hər ikisi epik növdədir. Ona görə elə epiki hər ikisini yaza bilərsiniz. Daha sonra nə yaza bilərik? Məsələn, bura təhkiyə var, düzdür? Təhkiyə. Sonra əlavə olaraq, məsələn, Xan Sarayını yazın, nəsillədir. Nəsillədir. Sonra məsələn, Xan Sarayı əfsanədir, düzdür? Əfsanədir və yaxud da əfsanə janrında yazılıb. Yaza bilərsiniz. Buraya yaza bilərsiniz, nağıl janrında yazılıb. Nağıl. Xət biraz bərbaddır. Olsun. Daha sonra, səbəb nəticədir. Padişahın əmri ilə meydanda dar ağacı qurulur. Niyə dar ağacı qurulur? Çünki Daşdəmir icazə almadan heç bir söz deməyəcəyini bildirir. Buna yaza bilərsiniz. İcazəsiz söz deməyəcəyini bildirir. Bildirir nəsə. Nar parçalanır, dənələr ətrafa səpələnir. Nəticədə nə ola bilər? Məsələn, deyə bilərik, Daşdəmir sirri açacağını deyir. Düzdür? Açacağını deyir. Hə, bu qədər yoldaşlar. Ümid edirəm ki, faydalı olar sizlər üçün. Baxın, fikirlərinizi bildirin. Anlaşılmayan nələrsə olsa şərh bölməsində qeyd edin.